Hər birinizi Psixologiya 4 dərsindən salamlayıram. Bu dərsdə maksimum çalışdığım dərəcə Psixologiya 1, 2, 3 dərsində olan mövzulara toxunmamağa çalışacağam. Çünki həqiqətən də ətrafdan gələn suallar, məndə yığılan mövzular o qədər çoxdur ki, bunların hər birini ancaq danışıb bitirmək olar. Ona görə maksimum fərqli mövzular haqqında danışacağam. Əgər sən Psixologiya 1, 2, 3 dərsinə baxmamısansa, mütləq bax ki, bu dərsi də daha rahat başa düşəsən. Çünki hər dərs qalxdıqca, yəni dəyişdikcə, məsələn, birinci dərs, ikinci dərs, üçüncü dərs asandan çətinə doğru irəliləyir. Necə ki, texniki analizdə də elədir, asandan çətinə doğru irəliləyir. Bu psixologiya dərsi də asandan çətinə doğru irəliləyir və siz məni daha yaxşı başa düşməyə başlayırsınız. Ona görə əgər 1, 2, 3 dərsinə baxmamısınızsa, 4-ə baxmağa hələ tələsməyin, açın 1-dən, 2-dən, 3-dən başlayın ki, 4-cü dərsi daha yaxşı başa düşəsiniz. Nəysə, keçək mövzularımıza. Bundan mən özüm bütün hər birinizdən aldığım suallara görə özümdə həmişə list hazırlayırdım ki, bu mövzu haqqında danışacağam, bu mövzu haqqında danışacağam. Ancaq bu gün yenə chatda sizdən soruşdum ki, hansı mövzular sizi narahat eləyir psixoloji baxımdan. Siz mənə onları qeyd edin, mən onlar haqqında danışım. Düz siz yenə qeyd elədiniz, amma birinci mən özüm öz qeyd elədiklərim haqqında danışım. Ondan sonra sizin chatda yazdıqlarınızı oxuyacağam və nələr haqqında danışmamışamsa, onlar da o mövzuların üzərinə əlavə olaraq danışmağa davam edəcəm. Hamını narahat edən ümumi bir problem var, işdən çıxmaq məsələsi. Müəllim, mən işdən çıxmaq istəyirəm, çünki sizin verdiyiniz siqnallara vaxtında girə bilmirəm. Vaxtında, məsələn, siz giriş eləyəndə mən giriş eləyə bilmirəm deyə mən ziyanda oluram və yaxud sizlə bir yerdə giriş eləyirəm, sonra gəlir müdür başımı qatır, çıxış eləmirəm. Az zərəri, az xeyir eləyirəm və yaxud heç ümumiyyətlə xeyir eləmirəm. Siz hamınız xeyirdə olursunuz, mən ziyanla çıxıram. Ona görə qərar verirəm ki, mən hər gün səhər saat 8-də, 7-də işə durub gedib, axşam 7-də, 8-də gələcəyimə, işdən çıxım, oturum sizin YouTube-da dərslərinizə baxım, sonra sizin siqnallarınıza da düzgün şəkildə giriş eləyim, qazanım. Və beləliklə mən gün ərzində məsələn 2 saat, 3 saat buna vaxt ayırıram. Yəni də orada işlədiyim 600 manat, 1000 manatdan qat-qat daha çox qazanaram. Nə məsləhət görürsünüz? İşdən çıxımmı? Bu suala mənim üçün cavab vermək həqiqətən hər bir kəsin öz şəxsi həyatına görə çətinlik yaradır. Ona görə birinci sual verirəm. Dostum, evlisənmi? Neçə yaşın var? Ümumiyyətlə, sən öhdəliklərin nədir? Ailəvə sənmi baxırsan? Yoxsa tək özünsənmi? Bu sualların hər biri bu sualın cavabını görə dəyişir. Məsələn, sən əgər ailən varsa və yaxud da nə bilim, bir öhdəliyin varsa, aylıq ödəməli olduğunu, məcbur ödəməli olduğun öhdəliklərdən gedir də söhbət. Yəni, evlisənsə, ailən varsa, okey, sən məsələn, treydə ümidli olub işdən çıxa bilməzsən. Məsələn, sən ailə başçısınsa, sənin aylıq uşaqlarının xərcləri varsa, sən treydə ümidli olub işdən çıxa bilməzsən. Əgər sən, məsələn, pro trader olsan, okey, deyərəm ki, yəni, bu qədər şey bilirsən treydə, niyə bu qədər əziyyət çəkirsən ki, çıx, treydə onsuz da qazanacaqsan da, güvənə bilmərəm axı mən sizin potensialınızı bilmirəm. Treydən nə qədər uğurlu ola bilərsin. Hər bir insanın potensialı fərqlidir. Ola bilər ki, sən abituriyent vaxtı sinif yoldaşlarından çox bal yığmısan. Amma bu o demək deyil ki, sən treydə daha çox uğurlu olacaqsan. Yəni, səndən daha savad baxımından aşağı olan uşaqlar səndən daha çox treydə profit eləyə bilərlər. Çünki bu adamlar daha çox backtest eləyiblər. Bu adamlar daha çox strategiyalar öyrəniblər. Bu adamlar daha çox indiyə qədər ekran saatları olub. Məsələn, indiyə qədər qrafika daha çox baxış eləyiblər səndən və ona görə daha çox profit eləyirlər. Yəni, bu adamın potensialı səndən artıqdır. Mən məsələn, ona okey verə bilərəm ki, məsələn, sən deyə bilərsən ki, dostum məndən o qədər də ağıllı deyil. Sən mənim dostuma deyirsən ki, sən məsələn, odaqlan treydə, amma mənə deyirsən ki, yox, sən odaqlanma. O, necə olur? Əlbəttə ki, belə olmalı. Yəni, nə olsun ki, o səndən abituriyent vaxtı az bal yığıb, amma indi hal-hazırda treydə səndən çox profit edir. Bu o deməkdir ki, bu adam səndən daha çox əziyyət çəkib treydə. Treydə də kim çox əziyyət çəkirsə, kim çox şeylər görürsə, təcrübəsi o qədər çox olur. Ona görə mən sənin işdən çıxım sualına dəqiq cavab verə bilmirəm. Amma müəyyən bir təcrübələrim var ki, kimlər ki işdən çıxıb, treydə başlayıb, ondan sonra mental olaraq necə allanıb, hansı səhvlər eləyib, onlar haqqında danışa bilərəm ki, sən də bu səhvləri eləməyəsən.
Yəni bu sual ümumi sual olduğuna görə hər kəs üçün fərqli-fərqli cavabları var. Mən ümumi danışacağam ona görə fərqli cavab, yəni birbaşa hə çıxın uşaqlar gedin trade edin deyə bilmərəm. Mən ümumi danışacağam. Siz bunları beyninizdə pluslayıb ona görə qərar verə bilərsiniz. Məsələn, bir adam əgər 1000 manat maaş alırsa, bu adam fikirləşir ki, mən ayımı yola vermək üçün mənim arzularımı qarşılaya bilən puldur və mən bu 1000 manatla işləyirəm və bundan da artıq hara CV versəm nə olsa götürmürlər. Mənim yəni karyeramın maksimumu 1000 manatdır. Mən 1000 manat qazanıram və arzularımdan ona görə yaşayıram. Məsələn 1000 manat maaş alıram deyə mən maksimum ay ərzində həftə sonları səyahət edirəm, deyək ki, Qubaya, ya nə bilim Qusara və s. Yəni mən 5000 maaş alsaydım, mən həm məsələn səyahət eləyərdim başqa bahalı ölkələrə. Ona görə mənim arzularıma yetən maaş budur deyə mən ona uyğun yaşayıram. Və belə deyək, məsələn 1000 manat maaş alıram, mən deyək ki 400 manat kirayəmin puludur, ya nə bilim 300 manat mənim yeməyimin puludur və s. uşaqlarla gedib oturacam hardasa 200 manat budur və mən 1000 manatım ay ərzində bu cür yoxa çıxır və bu 1000 manat mənə bu qədər yəni bir ay içində bəs eləyir. Düzdür? Bəzilərimiz, məsələn, elə olur ki, 3 həftənin sonunda, məsələn, o yazdığımız arzuların bəzilərini həll eləmədən, elə olur ki, 3-cü həftənin sonunda maaşımız qurtarır. Məcbur 4-cü həftənin, məcbur gözləyirik ki, 4-cü həftə gəlsin. Məsələn, bu ay dəxlisiz xərclər çıxdı da, onları ödədim. Gələn ay, bu ay eləyə bilmədiyim arzularımı gələn ay eləyərəm. Bu vəziyyətdə olan adam bu işdən çıxsa əgər, trade-də başlasa, trade də bəs məsələn deyək ki, ilk başlardan şuurlu olmasa. İndi nə oldu? Baxın, burada belə bir məsələ var. Birinci ayda bu adam 1000 manatına görə xərclərini ayırır ki, məsələn 50 manat falan yerə verəcəm, 100 manat falan yerə verəcəm, şuurlu şəkildə xərcləyir. Amma trade-də şuurlu şəkildə bəzən xərcləyə bilmirsiniz. Yəni trade özü də məsələn xərclərdir də. Yəni sizin arzularınızdır. Məsələn götürürsünüz, risk bir əməliyyat gəlir, ora pul xərcləyirsiniz. Xərcdir də bu. Məsələn 001 lot açırsınız. 10 dollar aşağı stop loss qoyursunuz. 10 dollar xərcləyirsiniz bu əməliyyata ki, qazanmaq üçün. Ticarət edirsiniz, alış edirsiniz. Bu da bir xərc. Bəzən o elə olur ki, amma bu xərci şuurlu şəkildə eləyənmirsiniz. Necə? Məsələn, deyək ki, stop lossu qoyursunuz 10 dollar aşağı, stop gəlir 10 dollar çatanda, deyək yoxdur, bir 10 dollar da aşağı çəkim, bir 10 dollar da aşağı çəkim, belə çəkilir. Bir görürsünüz ki, hop 150 dollar, 200 dollar getdi. Amma məsələn siz uşaqlarla çayxanaya gedəndə şuurlu şəkildə zakaz edirsiniz. Bir dənə çay verirsiniz, duranda 5 manat, 10 manat verib durursunuz. Şuurlu şəkildə xərcləyə bilirsiniz real pulu, real maaşı. Amma trade-də pulu şuurlu şəkildə xərcləyə bilmirsiniz. Ayılırsınız ki, oyda mən neynədim? Bu aşağı düşdükcə çəkdim, aşağı düşdükcə çəkdim. Nə bilim gördüm ziyana keçirəm, bir dənə də əlavə 0.05 ot açdım. O da gəldi, mənim bütün balansım yudu apardı. Nə oldu burada? Siz deməli maaşı şuurlu şəkildə xərcləyə bilirsiniz, amma trade-də olan balansınızı şuurlu şəkildə xərcləyə bilmirsiniz. Ona görə də bəs yaxşı, indi siz qərar verin, işdən çıxmaq, trade-ə başlamaq, sizin bu şuursuz hərəkətləriniz nəticəsində sizə hansı pis günləri yaşada bilər? Mənim müəyyən tanıdığım adamlar var, onlar nələr eləyib, onu sizə izah eləyim. Məsələn, bu adam ayda 1000 manat maaş alırdı, indi işdən çıxdı, trade-ə başladı. Trade-də dediyim kimi şuursuz xərclər elədi və pulunu itirdi. İndi bu adam sıfırdadır, gəlir yeri yoxdur, kapital heç cürə yığa bilmir. Bu adam nə edir? Mental olaraq bilirsiniz də, insan beyin elədir ki, həmişə hər şeyin ən asanlığına qaçır. Məsələn, olur stəkan tapa bilmirsən deyə axtarsan yoxdur. Görürsən kirlidir də, yumağa və ərinirsən, gedib ağzını tutsan krantdan içsən. Mental bunu kim edir? Sizin beyniniz edir də. Deyir ki, qardaş, bu daha asandır, bunu elə. Bəs yaxşı, burada nətər olur? Beyin nəyə asan səni hara nələrə vadar eləyir? Sən iki variantın var. Kapitalın yoxdur, sıfırdasan, trade eləməlisən ki, pul qazanasan. Bunun üçün nə etməlisən? Axtarıb iş tapmalısan, sonra orada bir ay işləməlisən ki, maaş alasan. Ya da ki, ən yaxın dostundan borc ala bilərsən. Mental ən yaxın səni o borca aparır. Sən də o borcu alırsan, yenə eyni şey baş verir, şuursuz şəkildə xərcləyirsən. Yenə mental yenə sən asana aparır, yenə başlayırsan ən yaxın dostundan borc alırsan. Və belə müəyyən bir vəziyyət yaranır ki, görürsən ki, psixoloji sən heç o deyilsən də, heç həmən o dostun var ya, borcu aldığın. Heç onun üzünü görmək istəmirsən, ondan zəhlən gedir. Yəni kanka bu adamla danışmaq istəmirsən. Nəinki ondan, ümumiyyətlə heç kəslə danışmaq istəmirsən və belə ilə nə olur? Həyat qaralır. Bax, bu mənim ətrafımda olan müəyyən bir uşaqların başına gələn
hadisələrdir və mən həmin hadisələri sizə danışıram ki, siz də həmin məsələn bu asana qaçmayasınız. Belə vəziyyət olanda asana qaçmaq lazım deyil. İndi siz özünüz qərar verməlisiniz ki, bu qədər hadisədən sonra, yəni əgər başınıza bunlar gələ bilərsə, siz işdən çıxmalısınızmı, yoxsa çıxmalı deyilsinizmi? Yenə deyirəm, okey, başa düşürəm, işlə əlaqədar siz trade eləməyə bilərsiniz, amma eyni zamanda bunun həlli işdən çıxmaq deyil, daha asan iş tapa bilərsiniz. Daha məsələn iş qrafikinizi elə qura bilərsiniz ki, sizin trade-ə də vaxtınız olsun. Məsələn, axşam vaxtı siz 8-dən evə gəlirsiniz, okey, gəlirsiniz, inanın mənə bir-birimizə yalan danışmağın adı yoxdur da, vaxtım olmur trade dərsinə baxmağa, yalandır. Siz onsuz oturub Instagramda, bəs yaxşı, siz dərsə baxmağa vaxtınız yoxdursa, girin o Instagramda, TikTokda Activity Center var, Watch History var. Yəni sizin indiyə qədər elədiyiniz şeylər, görün o dünən like elədiklərinizi kim eləyib, o videolara kim baxıb. Yəni birimizi aldatmayaq da, vaxtım yoxdur məsələsində. Yəni hamının gün ərzində 24 saatı var. O 8 saat, yəni və hamı da Instagrama da vaxt ayırır, TikToka da vaxt ayırır. Bütün günü telefonun əlinizdə videolara baxırsınız. O baxdığınız videoların əvəzinə trade-də hər hansısa dərslərə vaxt ayıra bilərsiniz ki, daha çox dediyim kimi də, yəni daha çox təcrübə qazanasınız və ekran vaxtınız, qrafika daha çox baxa bilərsiniz ki, ekran vaxtınız daha çox olsun. Məsələ o da elə, oturub qrafika belə baxasan bütün gün ki, qalxırmı, düşürmü, qiymət nədir, elə yox. Məsələn, gəldin evə, back testləri və elə götürdün, filan dərsimə baxdın mənim, ya mənim hansısa başqa xarici bir blogerin baxdın trade-inə, dərslərinə, sonra girirsən back test yerinə, məsələn, TradingView-da, başlayırsan qırağa çəkirsən, bir də yoxluyursan. Həmin o strategiyanı test eləməyə başlayırsan və görürsən ki, sonunda ayda bir yerdə alınır. Amma bəzi hardasa boşluqlar var. Bu boşluqları tutmaq lazımdır. Bu boşluqlar da sənə özündən başqa heç kim doldura bilməz. Sadəcə və sadəcə təcrübədir. Oturmalısan bir-bir, həmin onları eləyirsən, gözlərin nuru gedir. Nə bilim, başın ağrıyır, gecə vaxtı yuxusuz qalırsan. Amma yenə də bunları eləyib müəyyən bir strategiya ortaya çıxardırsan, həmin o strategiyaya ondan sonra uyğun işləməyə başlayırsan. İndi həmən bu strategiya üzərindən mən özüm də psixologiya dərsində danışmağa davam edəcəm. Strategiya deyəndə ağla nə gəlir? Yəni qrafikdə də məsələn müəyyən bir yeri gözləyirsən, həmin o nöqtəyə gələndə buradan müəyyən səbəblərə görə giriş edirsən. Məsələn, deyək ki, burada order blok var, burada fair value gap var, nə bilim bunlar combo edirsən, bir dənə də böyrünə qoşursan trend xəttini, nə bilim digər time frame-lərdə olan boşluqlar zadı müəyyən səbəblər beynində yaranır. Və sən deyirsən ki, okey, 4 dənə, 5 dənə səbəbim var. Buradan giriş eləmək üçün, yəni bu mən ən çox nə işləyirəm? Məsələn, adam var deyir ki, qardaş, mən ancaq RSI ilə işləyirəm. Bir də ki, nə bilim, Bollinger bəndə əlavə edirəm, üstünə də MACD-ni əlavə edirəm. Bu 3 dənəsi mənə okey verirsə girişə, mən onda giriş edirəm. Bu nədir? Bu adamın strategiyasıdır. Bu adamın strategiyasıdır və bu adam bunun üçün də okeyini alır, okeyini alandan sonra başlayır oradan giriş edir. Bu o deməkdir ki, bu adamın strategiyası nədir? Bu üçlü kombodur. Yəni bu üçlüyü birləşdirir, bunun strategiyasına uyğun hərəkət edir. Yəni nə bilim, baxır görür ki, direncdədir, 4 saatlığın direncidir, oradan confirmation alır, rejection alır, nə bilim, breakout alır, retest alır, giriş edir. Bu da bunun strategiyasıdır. Fərqli strategiyalar var, fərqli düşüncələr var, fərqli beyinlər var. Mənim strategiyam, hansı ki, hər gün verdiyim gün ərzində dəyişilməz bir strategiyadır. Əvvəllər çoxlu stop olurdum. Çünki tez-tez bəzən elə olur ki, strategiya dəyişilir. O strategiyanı müəyyən bir vəziyyətə gətirənə qədər stop olmaq normaldır. Hansı ki, yəni mən də o strategiyamı məsələn istifadə edirdim, gördüm qazanıram, bank verirdim sizə. Siz də girdiniz, bəzən qazanırdıq, bəzən stop olurduq. Amma son zamanlar görürsünüz, son 2-3 ayda demək olar stop lossumuz çox az şəkildə olur. Olsa belə, yəni məsələn 2-3 ayda bir dəfə stop oluruqsa, onu sonrası 2 qat giririk, məsələn onu artıqlaması ilə çıxardırıq. Ya nə bilim deyirəm ki, ümumiyyətlə vəbşə stop olmayın, qalxacaq, dəqiq biləm, 100% biləm qalxacaq. Yəni bu mənim strategiyamın mənə öyrətdiyi, mənə verdiyi şeydir. Məsələn xəbər vaxtları mənim strategiyam işləmir. Ona görə xəbər vaxtları məsələn girmirəm. Mənim sərt qaydalarım vardı. Mən bu qaydaları məsələn mənə kimsə hansısa trader gəlib deyim ki, qaqa mən bununla işləyirəm, davay sən də bunu eyni cür elə, bax hamı da belə alınacaq da. Yəni bu strategiya mənim özümün çıxartdığım bir şeydir. Məsələn indiyə qədər elədiyim, dəftərimə yazmışam məsələn. Əvvəllər sizə göstərirdim ki, məsələn 1 saatlıq trend belə olanda, 2 saatlıq, məsələn baxsın yarım saatlıq
qırılım verəndə 15 dəqiqəlik belə oldu, nə bilim 5 dəqiqəlik skalp eləyəndə belə oldu. Hamısını yazırsan dəftərə, o strategiyaya uyğun da. Ən axırda elə bir vəziyyət gəlir ki, sənə qaydalar, strategiya özü başlayır qaydalar qoymağa ki, məsələn, burdan giriş eləmə. Müəyyən bu 3 səbəb olanda baxmayaraq ki, sənə 3 səbəbin 3-ü də okey verir giriş eləməyə, amma qiymət dirəncdədir. Bu sənə də strategiyan sənə bay verir. Sən bura girmə də, yəni burada dirənc var axı. Dirəncdə olanda məsələn sənin bu strategiyan bundan qabaqki tarixçələrdə işləməyib. Sən ona görə məcbur girmirsən. Məcbur gözləyirsən ki, o dirənc qırılsın. Aşağı retest eləyəndə sən görürsən ki, dəstəkdir. Həmin o dəstəkdə də sənin bu 3 dənə confirmation gəlib. Və bundan qabaqki tarixçəyə baxanda da görürsən ki, hamısı tutub. Okey, ondan sonra girirsən və həmin strategiya ilə işləmək sizə nə qazandırır? İndi mən sizə onu izah edeyim. Bax, burada öz mövzularımın içində də yazmışam. Sizin də yazdığınız ən aktual məsələ odur ki, müəllim, mən TP ola bilmirəm, mən stop loss ola bilmirəm. Yəni, nə bilim, TP olanda tez oluram, stop loss olanda gözləyirəm axıra qədər. Bunların hamısının bir dənə səbəbi odur ki, sizin strategiyanız yoxdur. Əgər strategiyanız varsa, zaten strategiya özünüzə stop loss nöqtəsində göstərir. Take profit nöqtəsində göstərir. Sən strategiyanın üstündə yetəri qədər işləməmisən ki, ya da sən stop loss nöqtəvi də düzgün belirləyənmirsən, take profit nöqtəvi də belirləyənmirsən. Necə olur ki, məsələn, qiymət 200 pips aşağı olanda mən deyirəm, buy. 200 pips yuxarıya deyirəm ki, uşaqlar, burada məsələn 4200-dən buy eləmişik, 4220-də tepe olarsınız. 20 dollar yuxarıya mən tepe deyirəm. Niyə? Əvvəllər bütün traderlər götürür 30 pips yuxarıya tepe deyir, 60 pips yuxarıya tepe deyir. Mən amma 200 pips tepeyə yuxarıya tepe deyirəm. Ona görə ki, mənim strategiyamda mənə göstərən budur ki, mənim strategiyam mənə onu deyir ki, sən strategiyandan giriş eləmisənsə, sənin take profitin ancaq 200 pipsdə özü partlayacaq. Yəni, ora gəlib, ora qədər dəyməlidir, başa düşdün. Mən ona görə avtomatik olaraq içimdə rahatam ki, bu qiymət tepəyə qədər qalxacaq. Məsələn, dünən uşaqlarla siqnala girdilər özləri, mənə dedilər ki, harda çıxın. Mən onlara gördüm ki, onlar da mənim girişimdən giriblər. Məsələn, take profitlər filan yerə qədər gedəcək. Dedim ki, məsələn, filan yerdə çıxarsınız. Çünki ona bilirdim ki, məsələn, o tepe ora qədər gedəcək də, o dirəncə qədər getməlidir. Çünki bunu mənə xəbər verən bir strategiyam var. İndi sizin də bir strategiyanız olsa, məsələn, bu öyrəndiklərinizdən, mənim dəstə göstərdiklərimdən müəyyən şeyləri düzəltsəniz, üst beyninizdə plusdasanız, qoysanız, görəcəksiniz ki, sizin take profitiniz haradır, stop lossunuz haradır və beləliklə nə vaxtından tez qazanc götürəcəksiniz, nə vaxtından gec stop loss olacaqsınız və sizin strategiyanız, məsələn, siz əməliyyata girəndə deməlisiniz ki, mən pula görə giriş eləmirəm. Mən bu strategiyanı yoxlamağa görə girirəm. Ya mən 70 pips aşağıda stop loss olacam, ya da 200 pips yuxarıda take profit olacam. Yəni, əgər olmasam, deməli, mənim strategiyamda nəsə zəiflik var, çətinlik var. Orada nədirsə, mən onu tapacam, yazacam bir kənara ki, gələn dəfə buradan olanda sən bura girmə. Belə xərc eləyəcəksiniz, o bayaq dediyim xərc məsələsi, şuurlu şəkildə. Belə xərc eləyəcəksiniz və ideal, ən belə maksimum güclü bir strategiya ortaya çıxaracaqsınız. Möhkəm, dəmir kimi. Ondan sonra da həmən o strategiya ilə axıra qədər işləyəcəksiniz və beləliklə vaxtında stop loss olmağı bacaracaqsınız, vaxtında take profit olmağı da bacaracaqsınız, vaxtında 2 qat girməyi də bacaracaqsınız. Yəni, bu qədər sadədir. Sadəcə bu dediklərim həqiqətində qızıldan dəyərlidir uşaqlar. Qulaq ardına vurmayın. Dediyimin eynisini eləyin. 3 aydan sonra, 4 aydan sonra deyəcəksiniz ki, müəllim, həqiqətən də düz deyirdin. Sənin strategiyan, deyəcəksən ki, müəllim, sənin strategiyanla işləmirəm, öz strategiyan var. Amma mənim strategiyam sənkindən də güclüdür. Çünki sən nəyə görə? Çünki öz strategiya və özün qurursan axı. Özün də beyin olaraq ona inanırsan ki, bu 100%lik temadır. Da başa düşdün? Buna mən indiyə qədər 10 dəfə girmişəm, mənə 9 dəfə qazanc verib. O bir dəfəni də tutmuşam nəyə görə? Daha oradan girmirəm. Başa düşdünüz nə demək istəyirəm? Ətrafdan dəxlisiz fikirləri də beyninizə salmayın. Məsələn, mənim indiyə qədər elədiyim ən böyük səhv nə olub? Mən qrafika baxanda həmişə belə görürəm. Yəni, əvvəllər belə görürdüm daha doğrusu. O da müəyyən bir travma var idi beynimdə ona görə. İndi mən travmanı da sizə danışacağam və ondan necə qurtulmaq lazımdır onu da danışacağım. Məsələn, görürəm ki, qiymət çox qalxıb yuxarı. Deyirəm ki, bu qiymət bu qədər qalxırsa, bu aşağı 500 pips qalxıb da, bu cəmaata hamı da baydadır. Bu cəmaata bu qədər qazandıra bilməz.
100% ki, buradan bir dənə yer dibə vuracaq, bu cəmaatın hamısının pulunu əlindən almalıdır. Bu fikir də mənə hardan gəlib? O vaxtı bu şey var. Məsələn, bir Discord kimi community var. Orada məsələn kommentlər olur da, güclü traderlər zətlər yazırlar ki, məsələn falan şey oldu, belə oldu. Hamı öz kodunu yazır da beynən ki, məsələn tradeə girəndə falan şey eləmə, falan şey elə. Bir dənə rus yazmışdı ki, ya protiv talpu. Yəni deyir ki, mən çoxluq nə eləyirsə mən ona qarşıyam da. Məsələn, kimsə deyək ki, bu dəqiqə bay yeridir. Millət hamı baya girir. Mən imelini oradan sel eləyəcəm ki, bu cəmaatı batıracaq da onsuz da bazar. Mən o momentdə tutum. Bu gör nə qədər savadsız traderdir ki, nə qədər dəxilsiz fikirdədir ki, belə yazır və biz də yəni bilməmişik də, düşmüşük bunun dalınca ki, bu düz deyir qardaş. Bazar bu qədər adama pul verəməz axı. Bu yəni ora əgər hamının bayı kimi rahat gördüyü yerdirsə, mən oradan sel eləyim də, qoblara protiv gedim, qoy mən tutum bunlar batırsın. Elə bir şey yoxdur dostlar. Bazarda şamların hərəkət eləməyi, qalxmağa, düşməyi kütləyə görədir. Ən böyük kütlə nə eləyirsə, qiymət, yəni şam ona uyğun hərəkət eləyir. Məsələn, bay yeridir, 100 adam bay elədi, 10 adam sel elədisə, vay o 10 nəfərin halına. 10 nəfərin pulunu o 100 nəfər bölüşdürəcək. Başa düşdünüz nə demək istəyirəm? O ya protiv talpu sözü mənim beynimdə mənə indiyə qədər bəlkə də çox qeyri-adi ziyanlar vermişdi. Amma axır ki mən o fikri beynimdən çıxartdım. Çünki artıq mənim stratejiyam da mənə sübut eləyir ki, banklar gəlib riski buradan giriş eləyəndə, insanlar riski buradan çoxlu giriş eləyəndə qiymət həqiqətən də reaksiya verir. Bazar ona uyğun hərəkət eləyir. Yəni mən bu fikri artıq beynimdə saxlamışam. Yəni mən ona uyğun hərəkət eləyirəm. Məsələn, çox deyək ki, qiymət yuxarı qalxdıqca demirəm ki, bu qədər adama qazandıra bilməz bu, daha da düşəcək. Məsələn, ATH-da hamı deyək ki, baydaydı. Qiymət ATH-ı qıra gedir. Avtomatik beynə bir fikir gəlir ki, aşağılardan bay eləyənlər var ya, bunları nə qədər qazandıracaqsan. Riski vur aşağı, qoy onların bayları break-even olsun, ondan sonra qalxarsan da. Fikirləşsən ATH-dan başlasan sel eləməyə, o da elə səni də yürü aparır içində. Qaldırır, yəni qalxdıqca qalxır da. Orada nə oldu? Sən o ya protiv talpu söhbətinin cudazına getdin. Yəni dəxilsiz bir fikir olduğuna görə. Yəni kimlər ki nəsə deyirsə ki, belə, sən məsələn ona okey eşidə bilərsən, amma sənin strategiyanı özün ki qurmusan var. O yəni sənin strategiyan var, əgər xas deyilsə, sənin strategiyan əgər tərsdirsə, sən o sözü ciddiyə almalı deyilsən. Məsələn, burada mənim dediyim hər hansı söz belə sənin strategiyana uyğun deyilsə, sənin öz inandığın nədirsə, sən onu elə. Zaten inandığın şey səni axırda bir yerdə partladanda, sən özün görəcəksən ki, hə bu belə deyilmiş, həqiqətən də beləymiş. Və o fikirlər sən daha birbaşa elə beynə tərs travma kimi elə girir ki, sən başın daşa dəymiş olur da. Sən ondan sonra həmən səhvi bir daha yenidən eləmirsən. ATH-dan məsələn sel eləməyi kimi. Bəzən olur məndən eşitmisiniz, kontrolu itirdim uşaqlar. Da bilmirəm nə olmaq olar. Yəni tez əməliyyatlar bağlayın sözünü eşitmiş ola bilərsiniz. O kontrolu itirmək nə deməkdir? Kontrolu itirmək o deməkdir ki, məsələn, mənim strategiyam, o deyirəm ki, məsələn 200 pips qazanc verdi, tepe yerimdir də. Mən məsələn deyirəm ki, uşaqlar burada bağlayın. Bir də görürsən ki, oradan da yuxarı qalxır, gedir ya da ki, oradan lap aşağı düşür. Oradan yuxarı qalxanda da mən kontrolumu itirirəm. Oradan aşağı düşəndə də mən kontrolumu itirirəm. Amma hansını idarə edə bilərəm? Məsələn, tepe yerimdə break-even olsam, yuxarı qalxsa, məsələn aşağı düşəndə mən break-even eləyər, öpürəm, yəni qutardım. Mənim üçün bu strategiyamın verdiyi buydu, söhbət qutardı da. Yəni bundan o tərəfə mən bu dəqiqə bilmirəm nəsə eləmək. Çünki mənim strategiyamın eləyə biləcəyi şey buydu. Mənə verən buydu. Bundan o tərəfə mən kontrolumu itirmiş sayılıram. Məsələn, tepe oldu, riski geri çəkildi var. Sən bilmirsən ki, o ikinci dəfə yenə giriş eləyə bilərsən yoxsa yox. Çünki kontrolu itirmirsən. Daha sənin strategiyan orada cəmi bir dəfə işləyir. İkinci dəfə bilmirsən. 50-nin 50-yədir. Hər şey ola bilər. Sən o kontrolu itirəndən sonra özünü məcbur bazardan çölə atmalısan ki, qardaş, davayda mənim strategiyam mənə verdi. Mən götürdüm da vəsə qutardı. Daha girə bilmirəm. Məsələn, neçə gün olur ki, sizə siqnal verə bilmirəm. Çünki nəyə görə mənim confirmationum gəlmir. Mənim strategiyam mənə confirmation vermir girməyə. Mən məcbur sizə ona görə siqnal verə bilmirəm. Çünki versəm əgər kontrolu eləyə bilməyəcəm. Yəni strategiyaya uyğun getməyəcək. Amma həftə içində məsələn 4 dəfə, 5 dəfə giriş verir. Hamısını sizinlə paylaşıram. Gördüyünüz kimi nə qədər uğurludur. Gəlir biliyorsan 100 pips, 200 pips, bəzən 300 pips profit verir.
Hansı ki bu mənim həftədə 100 dəfə girib 20 pips götürüb çıxmağıma bərabərdir. Yəni bazarda belə əlləşməyin adı yoxdur. Oturursan, çürüyürsən bazarda. Məsələn, yuxarı qalxır, tez sel edirsən, aşağı düşür, bay edirsən. Bu bilsən nədir? 6-cı hisslərlə trade eləməkdir. Orada inan mənə sən kontrol eləyə biləcəyin heç nə yoxdur. Çünki orada bir strategiya yoxdur. Strategiya yoxdursa, kontrol da yoxdur. Qaldı ki, stop olmaq məsələsinə. Hər strategiyada stop olma şansı ola bilər. Yəni banklar belə stop ola bilirlər də. Bankdan artıq deyirsən ki, sən bank özü gedir ən güclü satıcıları, işçiləri götürür Forex-ə. Yəni də bu işçi kimi də eyni zamanda da ən böyük balansla trade edir. Onlar stop olurlar, sən stop olmayacaqsanmı? Bu məsələ odur. Yəni sən niyə mən stop oldum? Mən xoşuma gəlmədi stop olma. Nə dəxli var? Bank da stop olur da. Ondan artıq deyirsən ki, yəni stopu düzgün qarşılamaq lazımdır, qəbullanmaq lazımdır. Və o stopdan nəticə alaraq sən strategiyanı daha çox belə deyim də düzəldə bilərsən, daha çox inkişaf elətdirə bilərsən. Məs bir də trade eləyəndə mühitə, ətrafa, yanınıza, yönünüzə düzgün yəni fikir verin. Çayxanada dostla oturub trade eləmirlər. Bu bir. Nəyə görə? Çayxanada dostla trade eləyir. Laf eybi yoxdur. Trade eləyirsinizsə eyni yöndə trade eləyin. Məsələn, bu dostluğu deyir ki, mən sell girirəm, sən deyirsən mən buy girirəm. Bu bilsin nədir? Birbaşa qumara gedir. Yəni siz özünüz öz aranızda başlayırsınız mərc eləməyə ki, bu qalxacaq, o da deyir düşəcək. Amma ortada məsələn ikinizin də müəyyən bir ortada strategiyası olsa, o sən desə ki, buradan məsələn buy üçün mənə bu confirmationlar var. Səndə nə var? Sən də deyirsən ki, məndə də buy üçün bu confirmationlar var. İkiniz birliklərinizi birləşdirirsiniz, giriş edirsiniz və qalxması üçün baxırsınız ki, məsələn hara qədər qalxa bilər, nə tər qalxa bilər, kontrol eləyə bilirsiniz. Məsələn, o ikiniz üçün həm fikirsiniz də. Amma məsələn o sell girir, mən buy girirəm, mən tutdum. O məsələn deyir ki, qaqa sən səhv girmisən, burada nə biçim baş var. Bu sən də deyirsən ki, qaqa burada nə bilim qalxan fair value gap var. Yəni sizin bir-birinizin olan fikirləriniz həm bir-birinizə çaşdırır. O sənin əməliyyatını bağlatmağa vadar eləyir ziyandan, sən onun əməliyyatlarını bağlamağa vadar eləyirsən öz fikirlərindən. Bir dənə o vaxtı Vine var idi, bu tradelərə aid xaricilər çəkmişdi. Deyir iki dostluq, o sell elədi, mən buy elədim, ikimiz də itirdik. Yəni bu konkret, yəni belədir də. Əgər ortada bir strategiya yoxdursa, müəyyən bir fikirlər yoxdursa, bir giriş üçün bir səbəb yoxdursa və ikinizin də yönü eyni deyilsə, bu zaman tradedən qaçın, yəni trade eləməyin. Bir də o bir məsələlər, məsələn müəyyən bir təbəqəyə çatmış traderlər, hansı ki aralarımızdandır. Məndən soruşursunuz ki, müəllim, psixoloq tanımırsan, bəs biz tradeə aid psixoloji terapiyalar almaq istəyirik. İstəyirik ki, gedək psixoloqa bizə öyrətsin ki, burada yəni belədir, itirmək də var, nə də var. Mənim psixoloq lazımdır, yəni sıradan bir psixoloq. Uşaqlar, bu trade psixoloqu ilə çöldəki bu ailə məişət problemlərinin psixoloqu tamam fərqlidir. Belə biçimazın psixoloqun yanına gedirsiniz, bu psixoloqun seansı deyək ki 100 manat, 200 manatdır. Bu adamın məsələn aylıq qazancı, yəni nə bilim həftəlik qazancı deyək ki, məsələn müəyyən bir limitə qədərdir də, 2000-dir, 3000-dir. Siz drawdown bilirsiniz də nədir? O əməliyyatlar açanda yuxarıda 100 dollar, 200 olur, 200 olur, 500 olur, belə-belə. Sizin o gedəcəyiniz psixoloq da heç vaxt elə bir hal baş verməyib, başa düşürsünüz? Ki, kimsə müştəri gəlsin yanına, drawdown onda nə bilim minus 1000 dollar olsun, minus 5000 dollar olsun ki, ona uyğun da sizə məsləhət versin. Bu psixoloq nə qədər riskə gedib ki, indiyə qədər sizə durub. Sizə psixoloq maksimum sizə deyə bilər ki, qardaş trade eləmə. Yəni ehtiyac yoxdur da, başa düşdün? Ona görə sən bu psixoloq ən yaxşı trade üçün psixoloq odur ki, səndən daha çox vaxt ekranda vaxt keçirmiş adam, səndən daha çox trade eləmiş adam. Tradedə sənin uğurlu gördüyün adam sənin üçün ən yaxşı psixoloqdur. Ki o köhnədən başına gələn şeyləri sənə danışsın. Sən də onlardan nəticə çıxardasan, öz problemi varsa onu deyəsən, o da sənə deyək ki, filan şeyləri eləmə. Məsələn, bu dərslərin özləri bir psixoloji terapiyadır. Bunlara qulaq asıb buradakı olunan səhvləri siz eləməsəniz, o bütün psixoloqların sizinlə bir ay danışacağı şeylərə bərabərdir. Heç bir psixoloq, yenə deyirəm, trade eləməyən psixoloqdan gedir söhbət həqiqətən. Heç bir psixoloq drawdown da 5000, 10000 dollar görmür. Yəni gün ərzində tradedən 3000, 4000 dollar ziyan eləyən, 3000 dollar profit eləyən psixoloq mən hələ tanımıram. Ki, sizə də durum deyim ki, uşaqlar gedin həmən o psixoloqla danışın, o sizə düzgün məsləhət verəcək. Ən yaxşı psixoloq özünüzsünüz ya da sizdən yaxşı özünüzün də həqiqətən gözlə gördüyünüz
müəyyən biliklərinə inandığınız bir trader varsa, ən yaxşı psixoloqunuz odur. Suallarınızı, psixoloji problemlərinizi ona yönləndirin, o sizə cavab versin. Günə başlamaq da çox belə önəmlidir. Məsələn, mən hər gün səhər duranda sabahınız xeyir millət, bir dənə günəş ismaylı zat qoyuram ki, hamı üçün biraz motivasiya olsun, biraz daha ürəyi açılsın da. Yəni birbaşa bay sel eləmirəm. Çünki nəyə görə? Birinci, gün ərzində aldığınız enerji sizi gün ərzində idarə edir. Məsələn, səhər durdunuz, pis xəbər aldınızsa, bu pis xəbər sizin treydinizə də təsir eləyir. Ondan sonra məsələn durdunuz evdəkilərlə nəsə sözünüz səhv oldusa, həmin gün ümumiyyətlə çalışın treyddən uzaq olun. Yəni həm treyd ilə sizə lotunuzu az eləyin. Çünki fikir qalır orada, beyin qalır orada, sizə çox təsir eləyir. Məsələn adi televizorda aldın, məsələn bizim sosial media girirsən ancaq pis xəbərlər. Bu pis xəbərlərə baxırsınız, o həmin xəbərlərdən təsirlənirsiniz, o belə sizə pis təsir eləyir. Ona görə insanlar, yəni treyd edən insanlar eşidəcəyi şeylərə, görəcəyi xəbərlərə, hər şeyə diqqət eləməlidirlər. Səhər duranda məsələn nəfəs texnikası, bunların hamısı, yəni şərtdə uşaqlar, bunların hamısı həqiqətən də motivasiya verir sizə gün ərzində daha düzgün treyd eləmək üçün. TikTokun, Instagramın hamısının özünə məxsus alqoritması var. Məsələn, sən nəyə baxsan, ən çox qabağa onu çıxartmağa başlayırlar. Məsələn, deyək ki, sən ən çox baxırsan yaxşı xəbərlərə, pozitiv vibe'lara, məsələn, deyək ki, baxırsan çoxlu o videolar olur, motivasiya, çoxlu pul videoları, nə bilim, bahalı həyat, rich lifestyle. Elə şeylərə baxırsan, kəşfiyyata girirsən ki, kəşfiyyatın ancaq belə nə bilim Ferrari'dir, Lambo'dur. Belə şeylər səni daha çox motivasiya edir. Amma sən baxsan ancaq ağlaşma xəbərlərə, nə bilim, pis verilişlərə, hansı ki, verilişlərdə ancaq qara-qara söhbətlər gedir. İnan ki, səni ancaq qabağa o çıxacaq və sən o gün ərzində həm treyddən də əlavə, sənin özünə də pis təsir edəcək. Çünki hələ də o xəbərin təsirində olacaqsan. Ona görə bunlara hamısına diqqət eləyək. İndi isə gəlin belə eləyək. Mənim mövzularımdan ən vacib danışmaq istədiyim şeylər bunlar idi. İndi isə mən istəyirəm sizin kommentlərinizi oxuyum. O kommentlərə uyğun biraz söhbət eləyək. Deməli, burada əsas məsələlərdən biri olan ki, biraz xeyir görən kimi bağlayıram, gözləyə bilmirəm. Bunların hamısı strategiya ilə bağlıdır. Əgər sənin strategiyan olsa və strategiyan zaten sənin varsa, sənə TPV də siqnal verir, stop lossu da siqnal verir və ona görə sən biləcəksən ki, haradan giriş eləmək lazımdır, hara qədər gözləmək lazımdır. Yəni sən gözləyə bilməməyin səbəbi nədir? Çünki sən 3 dəqiqə sonra, 4 dəqiqə sonra üçün təxminin yoxdur. Yəni çünki strategiyan sənə hər hansısa bir şey eləmir, siqnal ötürmür. Sən əgər dediyim kimi strategiyan olsa və bilərsən ki, bura qədər qalxacaq, o sənə o rahatlığı verəcək ki, sən onu gözləyə biləsən. Amma sən belə papiti girmirsən deyə də bilmirsən də hardan çıxasan, hardan girəsən, biraz xeyrə keçsən kimi tez bağlayırsan. Amma ziyan olanda əlin gəlmir bağlamağa, ona görə tərs gedir hər şey. Bu dediyimi əgər düzəltsən, strategiyanı möhkəmləndirsən, müəyyən bir strategiyanın özünə şüar seçsən ki, mən ancaq bundan işləyəcəm, onda həmişə o strategiya səni qazandıracaq və axıra qədər səni möhkəm eləyəcək ki, harda stop olasan, harda TP olasan. Keçək o birisinə. Digər kommentlərdə tez bağlamağın peşmançılığı, müəllimən doğru yerdə TP eləyib, doğru yerdə stop loss olmaqda problem yaşayıram. Bu da həmən o dediyim məsələdir. Break-even saxlaya bilmirəm bir dənəsi var. Break-even saxlaya bilməmək odur ki, yenə də strategiyan olsun, TP-yə qədər gözlə, TP-yə çatanda oradan break-even elə. Çünki yenə deyirəm, kontrolu itirdin axı orada. Sən o TP-yə qədər gözləsən, orada break-even eləsən, ondan sonrası yəni verər. Əladır, verməsə də ki, onsa canın sağ olsun. Sən strategiyan tutub da, yəni oraya təpəyə qədər gəlib. Yəni break-even sənin kontrol eləyə bilməyəcəyin bir şeydir. Çünki orada o qiymət təpədən yuxarı getsə əgər, sənin kontrol eləyə bilməyəcəyin bir şeydir. Çünki sənin strategiyandan çıxıb bu məsələ. Qazanc kimi qoyursan, yəni getsə gedəcək, getməsə də qayıdacaqsınız da ki, sənin strategiyanın sənə verəcəyi qədər qazanmış olacaqsan. Bu da yəni əla bir nəticədir. Bir nəfər yazıb ki, stop loss olanda qalxacağını düşünmək, amma sonda lik oluram. Yəni fikirləşir ki, stop olacaq. Yox, stop loss qoyur, amma fikirləşir ki, stop loss indi bunu eləyən kimi tez qalxacaq da, başa düşdün nətə? Orada gözləyir, stopda elə qırılır, gedir axıra qədər. Bu axırda lik olur. Bu yenə dediyim kimi də, əgər strategiyan varsa, stop lossu qoyursansa, həmən strategiya sənin növbətdə və 2 qat girməyə də icazə verir də. Sən stop loss olanda sən oradan bir nəticə çıxartmalısan ki, bu strategiyada bu işləmədisə, deməli nəyə görə işləmədi?
Baxırsan qrafikdə nəyin yanında var, həcm mi artıq idi, nə idi? Yəni ən böyük problem nə idi? Onu tapıb qırağa yazsan ki, növbəti dəfə o girişi eləməyəsən. Stop loss sənin üçün sərt bir qayda olmalıdır. Əgər sənin strategiyan varsa, oradakı stop loss haranı göstərirsə, o sənin üçün sərt qaydadır. Ora gəlirsə, stop olmalısan. Bir nəfər yazıb ki, əməliyyatı xeyirlə bağlayıb səhv yerdən bir də giriş edirəm, qazandığımı da itirirəm. Əgər bir strategiya əməliyyatı xeyirlə bağlatdırırsa, ardınca tez bir anda giriş vermir sənə. Sən müəyyən qədər yenə gözləməlisən. Yəni necə ki mən siqnal verəndən sonra deyirsən, müəllim bir dənə siqnal verə bilərsən, mən verə bilmirəm. Çünki strategiya yəni vermir axı, okey vermir sənə orada giriş üçün. Strategiya müəyyən bir vaxtdan sonra, yəni qrafik işləyir, müəyyən bir structure yaranır, ondan sonra sənə okey verir ki, girəsən. Sən yəni qrafik sən dalbadal siqnal verəməzsə, buradan bir gir, buradan bir gir, buradan belə gir. Elə olmaz. Qazancla bağlıysansa, növbəti structure'ın yaranmağını gözləməlisən. Bunun üçün də nə olmalıdır? Yenə deyirəm, strategiyan olmalıdır. Bu cavabını strategiya vermək istəmədiyim sualları oxumuram. Çünki demək olar elə hamı eyni şey yazıb ki, az profit olan kimi tez bağlayıram. Break-even saxlayıram, amma çox vaxt break-even edir, qalxır göyə, çox peşman oluram sonra. Sonra baxaq nələr var. Sonra bir yazıb ki, keçən həftə 4 gün ərzində hesabımı 2 qat etdikdən sonra 5-ci gün $940 itirib balansımı sıfırladım. İndi canıma qorxu düşüb əməliyyat açanda və totalda uğursuz gedirəm bu həftə. Belə yazıb. Başa düşmək lazımdır ki, 4 gün ərzində hesabı 2 qat eləmək nə qədər sağlıqsızdırsa, 5-ci gündə $940 itirmək də o qədər sağlıqsızdır. Həmin bu strategiya sənə müəyyən bir faiz qədər qazandıra bilər. Sən balansın 2 qatı qədər qazandıra bilməz ki, sən də sabahsı gün yenə giriş eləyəndə ki, o qədər $940 qədər ziyan eləyəsən. Bunun hamısının səbəbi strategiyanın olmamağıdır. Çünki bilsən nətər, yəni sənə strategiya əgər 100 pips, 200 pips qazandırırsa və sən balansı 2 qat elətdirə bilirsə, sonradan sənin stop lossun da əlbəttə ki 100 pipsdən, 200 pipsdən aşağı olmalıdır ki, o qazandığına dəysin də. Heç olmasa yaxşı, ən pis ehtimalda 100 pips profitin isə 100 pips də qoy stop lossun olsun. Yenə də başa-baş qalmalısan, başa düşsən. Sən amma əgər bir günə bütün hamısını itirirsənsə, deməli strategiyada səhvlik var. Stop losu ya çox böyük qoymusan, ya lotuvu çox artıq eləmisən, ya da ki strategiyada yəni olmamalı olan şeyləri əlavə eləmisən ki, belə bir ya da ümumiyyətlə strategiyan yoxdur, yəni bu qədər saat. Özünün içində bilirsən də nədir problem. Gündəlik zərər limiti qoyub o zərərə çatdıqda bazardan çıxmaq yerinə geri qaytarmaq və günü profitlə bağlamaq istəyi. Bəzən bu mövzu haqqında danışacaqdım, danışmaq yadımdan çıxıb ki, əla super söhbətdir bu. İndi bilirsiz nətərdir? Bəzilərinizdə olub ki, məsələn, gün ərzində deyək ki, çox qeyri-adi profit edirsiniz. Məsələn, gün ərzində $200-300 deyək ki, profit eləmişsiniz. Və deyirsiniz ki, oyda, partlatdım da bugün, superdir də. Onsuz da qazanmışam, qoy biraz da trade eləyim. Yəni, nəyin adı? Onsuz da maksimumdayım da, başa düşdüm. Maksimum 50 itirərəm, 100 itirərəm, sonra da Allah kərimdir. Elə olur ki, amma o qazandığın 300-də bu dediyindən sonra 300-ün də gedir. Ondan əlavə bir 300 də itirirsən. Və ya da ki, günü o məcbur minus 300-lə bağlamalı olursan, çünki balansın yoxdur deyə. Ya da ki, balansın da varsa da, o 300-ü qazanmışdınsa 15-20 dəqiqəyə, indi onu itirmirsən 300-ü. İndi təzədən gün ərzində əlləşirsən, vuruşursan, özünü öldürürsən, nə streslər, axırda yenə gəlib $300 bağlayırsan. Bu bilsiz nədir uşaqlar? Bu hamısı mental oyundur. Siz $300 deyirsiniz ki, bu superdə başa düşdün. O sənin pikindir. Həmən gün üçün sənin pikindir. Sən ondan $1 belə artıq qazana bilməyəcəksən. Çünki beynivi limitivi beyin olaraq deyirsən ki, mən onsuz da pik elədim. Yəni bundan o tərəfinə sənin beynin algılayanmır. Başa düşdün? Yəni bundan o tərəfinə gedə bilmirsən. Məcbur başlasan itirməyə. Mən onu nə cür özümə deyirəm? Məsələn, deyək ki, gün ərzində $1000 profit eləmişəm və deyirəmsə ki, super idi, $1000 qəşəngdir puldur, füsuda yəni. Bu o deməkdir ki, bu gün bazarın mənə ayıra biləcəyi pul $1000'dır. Bu bazar mən bazarına dirəsəm belə, bu mənə $1 belə artıq verməyəcək həmən gün. Neçə dəfə sınamışam, neçə dəfə olub. Nə edirsən elə, nə tər edirsən elə, yəni fərqi yoxdur da. Strategiyadan çıxırsan məcbur. Çünki strategiya gəlmir, strategiya hər dəfə sənə giriş vermir.
məcbur çıxırsan strategiyadan, başlayırsan ziyan eləməyə, təzə yenə strategiyan gələndə yenə giriş edirsən, artıq risklər eləyirsən, artıq stresslər eləyirsən, yenə də gəlirsən o günün əvvəlində elədiyin profitə çatırsan, deyirsən, of, yoruldum, bəsdir. O gün bir dostumla oturmuşam, bəlkə də indi o özü də qulaq asır bu söhbətə. Mənə maraqlı sual verdi. Sual bundan ibarətdir ki, 15 dəqiqəyə qazandığın $1000 sənə ləzzət eləyir, yoxsa gün ərzində əlləşib, vuruşub, özünü öldürəndən sonra qazandığın $1000 sənə xoş olur da, yəni günü bağlamağa bəs eləyir. Mən də hamı kimi, yəni bilirəm, heç kəs 15 dəqiqə qazandığı $1000-la gün ərzində qazandığı o $1000 bərabərə qoyanda, o gün ərzində əlləşib, vuruşub elədiyi $1000 ki var ha, ona daha çox xoş gəlir. Yəni 15 dəqiqəyə qazandığı $1000 qazanırsan, deyirsən, ay bu nə idi, riskli də gəldi belə. Tam tutuzduram. O şey tam belə psixologiyanın dərinliyidir də. O adam gedə bilmir o qədər də dərinə. Çünki sən indi deyəcəm qılınc müsəlmanda adam belə gələ əziyyət çəksin ki, o pul ləzzət eləsin ona, amma əslində heç o da deyil. Nəsə burada fərqli bir tema var. Mənə elə gəlir ki, bu temanı məncə hər kəs öz içində, beynində özü araşdırmalıdır ki, nəyə görə elədir. Məsələn, mən niyə 15 dəqiqə qazandığım pulu dəyəri mənim üçün o qədər dəyərli olmur, amma gün ərzində əlləşib yenə də o qədər profit eləyəndə mənə dəyərli olur. Və nətər eləmək olar ki, ümumiyyətlə o gün ərzində o qədər əlləşməyək də, o qədər qrafikə baxmaq lazım deyil. İndi sizin üçün qəşəng tema yaratdım. Bu temanı gəlin kommentlərdə danışaq görək ki, niyə biz 15 dəqiqəyə qazandığımız pulu daha çox əlləşib, vuruşub qazandığımız puldan daha şirin görə bilmirik? Nəyə görə biz əlləşib, vuruşub, nə bilim, məsələn $300 qazanırdıqsa 15 dəqiqəyə, bu $300 bir gün içində əlləşib, vuruşub qazanırıqsa, ümumi biz o əziyyət çəkib qazandığımız pul bizə ləzzət verir. Niyə? Kimlərdə belədir? Kimlər nə fikirləşir bu haqda? Hamı kommentlərdə yazsın. Məsələn, qazandın filan qədər, sənin üçün okeydir. Burada indi nə girir devrəyə? Köhnə dərslərdə də dediyim kimi, hədəf qazanc. Məsələn, sənin hədəf qazancın deyək ki, $200-dırsa və sən bu $200 deyək ki, müəyyən bir saat içində qazanmısansa, okey, fiso da bu qədər bəsdir də, yəni. İnan ki mənə, yəni o sənin beynində, o sənin hədəfin odur deyə, nə qədər əlləşib vuruşsan da itirəcəksən. Ondan sonra ən yaxşı ehtimalda yenə həmin nöqtəyə gəlib çatacaqsan. Onun o tərəfi gəlməyəcək, verməyəcək. Çox nadirən verir bazar. Bazar elə bil səni bilir. Bazar elə bil ki, öncə görəndir. Yəni baxır ki, sənin beyin içində bilir ki, sən pikin $200-dır hədəf olaraq da beyində olduğun odur. Və sən nə eləsən də ondan artığını heç cürə vermir. Sən bunu öz beynində fikirləş ki, bazar çox ağıllıdır. Mənim hədəfim nədirsə, yəni o hədəfimi versin gün ərzində, başqa heç nə istəmirəm də. Həqiqətən də hədəfi al, gününü bağla, yəni xoşbəxt gününə davam elə, nə bilim həyatdan zövq almağa çalış. Risk məsələn adam profit eləyir, sonra riski çıxırsan, deyirsən ki, qoy biraz da eləyim, və səndən həmin o qazandığın profit geri çalır. Sonra bütün gününü ona verirsən, axşam vaxtı çölə çıxanda deyirsən ki, ayda, kaş saat 1-də elə günümü bağlamış olardım, olsa eyni şey oldu da. Çıxıb bu gözəl həyatdan, bu havadan biraz görərdim, havaya çıxardım. Adam nə qədər evdə olar? Evdə adam sıxılır özünə, heç kimlə söhbət eləmək istəmirsən, heç kimlə danışmaq istəmirsən. Yəni özünə sıxılırsan, nə var, o bazardan daha çox əldə eləyə biləsən deyə. Amma dediyim kimi, hədəfi vurdun, günün bitdi, işin qutardı. Yəni, okey, bundan sonra dava eləməyəcəm. Bunu da öz psixologiyanıza dəmir kimi belə möhkəm eləsəniz, hər zaman sizi qazandıracaq və sizi hər zaman trade baxımından xoşbəxt saxlayacaq. Biri yazıb ki, biası dəqiq bilən zaman psixoloji olaraq rahat oluram. Bir də sizdən eşitsəm biası necə tapmağı beynimdə rahat olaram. Bias bu arada bazarın yönü deməkdir. Məsələn, bias nədirsə, deyək ki, bias baydır, yəni bazar üz yuxarı gedəcək. Yəni bazarın yönü yuxarı tərəfədir. Bu o deməkdir. İndi mən bu dostumuzu təbrik eləmək istəyirəm. Çünki onun artıq bir strategiyası var. O fikirləşir ki, bias bay olanda ancaq yəni bazar daha da yuxarı qalxmağa davam edəcək. Müəyyən yerlərdən bay eləyir və profit eləyir. Bu o demək ki, onun artıq bir strategiyası var. Yəni narahat deyil ki, birdən aşağı düşər, birdən belə olar. Çünki bilir axı, harda qırılandan sonra bias selə çevriləcək. Müəyyən bir strategiyası var artıq onun. Ona görə də onu təbrik edirəm. Belə eləməyə də davam eləsin. Baxaq görək öbür uşaqlar nə yazıblar. Biri yazıb, əməliyyata girdikdə $8-10 xeyir görən kimi bağlayıram. Halbuki gözləsəm xeyrim $30-40 olar. Amma tez bağlayıram ki, birdən mənfiyə keçərəm.
Bu qədər danışdığım dərsdən sən məncə artıq özünə cavab tapa bilərsən buradan ki, sən nə etməlisən. Sonra bir nəfər yazıb özümüzə stop qoya bilməmək. Qazandıqca adam daha da qazanmaq istəyir, axırda da itirir adam. Hardasa bundan qabaq danışdığım bu mövzu ki var, bundan qabaq danışdığım mövzu sənin sualına cavabdır. Hansı ki günü vaxtında bağlamaq, hədəf belirləmək, bunlar olmasa sən həmişə axırda itirəcəksən. Yəni o dediyimi eləmək lazımdır. Nəsə digər suallar da demək olar hamısı eyni yerə gedir, dayanır deyə. Bu dərsi burada saxlamağı düşünürəm, çünki mən də uzun dərslərə qulaq asmağı xoşlamıram. Yəni 45 dəqiqə məncə limitdən də çoxdur ki, bir insanın səbri çatsın qulaq asmağa. Həmişə dərslərimi çalışıram 20 dəqiqə, 30 dəqiqə aralığında eləyim ki, hər kəs axıra qədər baxmağa hövsələsi çatsın. Kimlərin ki hövsələsi çatdı, bu videoya baxdı, 45 dəqiqənin necə keçdiyindən xəbərsizdir. Yəni həqiqətən də vaxt uçub onun üçün. Bu o deməkdir ki, sən artıq həqiqətən də bu mövzular sənin üçün maraqlıdır və sən artıq bir addım atmısan treydə ki, mən uğurlu olacağam, beynimə qoymusan. Sənə uğurlar arzu edirəm. Ümid edirəm ki, bu dərslərin hər biri, hər bir sözlər sənə həyatında, treyд həyatında maksimum uğur qazandırar. Bundan sonra da yenə də qeyd etməyə davam edəcəm. Kimlərin ki nəsə sualları olsa məndən soruşmağa çəkinməsin. Çünki bunlar mənim üçün hər biri bir materialdır. Yazıram bir kənara, sonra digər dərslərdə psixologiya 5 var, 6 var, 7 var. İndən sonra önümüzdə çox günlər var, dərslər olacaq. Hər birində sizin bu yazdığınız problemləri danışacağam və bütün problemlərimizə cavab tapacağıq. Hər kəsə uğurlar. Təşəkkür edirəm. Sağ olun.